dəfə əqrəb üzvlərinə görə makyaj eləyirəm. Ümumi olaraq əqrəblər feminen bir görünüşə sahib olurlar və bu da onlara çox yaraşır. Əqrəblər təmiz və mat bir görünüm sevirlər. Ona görə də bugün Wet n Wild'ın bu tonalını seçdim. Əqrəblər üçün gözlər və dodaqlar həmişə ön planda olur. Ona görə də bugün smoky göz makyajı edəcəm. Az öncə nə dedik? Təmiz və mat görünüş sevirlər. Ona görə də göz otlarımızı qəşəng matlaşdırırıq. Fikrimi dəyişdim, linza ilə davam eləmək istəyirəm. Çünki əqrəb qadınlarına rəngli gözlər çox yaraşır. Əqrəb qadınlarının öyrəşməsi və güvənməsi bir qədər zaman alır. Onların ağlında hər zaman bir sual işarəsi var. Məni izləyənlər bilir ki, mən qara göz qələmi istifadə eləmirəm. Amma əqrəblər, bugün sizin üçündür. Bəs mən sizə desəm ki, həyatımda ilk dəfədir ki, smoky eye makyaj eləməyə çalışıram. İnanarsınız. Özümə də maraqlı ki, sonu necə olacaq. Əqrəblər əslində çox həssasdırlar, amma güclü görünməyə çalışırlar və bu da onları çox yorur. Ənlik çox da tərcih etmirlər, daha çox bronzer istifadə edirlər. Kənardan baxıldıqda çox soyuq, məsafəli görünürlər, amma tanıdıqca nə qədər yardımsevər və nə qədər düşüncəli biri olduğunu anlayırsınız. Əqrəblər üçün uzun kipriklər olmazsa olmazdır. Münasibətlərinin və dostluqlarının uzun müddətli olmağını istəyirlər, ona görə də bəzən qısqanc ola bilirlər. Əqrəb qadınları ümumilikdə ya qırmızı, ya da nude dodaq boyalarına üstünlük verirlər. Mən bugün sizə hər ikisini göstərmək istəyirəm. Sonda birlikdə qərar verək ki, bu makyajla hansı yaraşacaq. Əvvəlcə başlayıram qırmızı kombomuzdan. Bir də əqrəb qadınları çox dərin düşünür. Ona görə də istəyirlər ki, qarşısındakı insanlar da elə düşünsün. Saçımı da düzəldib gəldim. Qırmızı dodaq boyası ilə makyajım bu şəkildə oldu. İndi isə keçək nude dodaq boyasına. Dodaq qələmini çəkdim. İndi isə mat bir dodaq boyası çəkirəm. Əgər dodaq boyanızın mat olmağını istəmirsinizsə, qurumadan üzərindən lip oil çəkin. Onda belə gloss kimi qalacaq. Dedim, bəlkə aranızda fikirləşənlər olar ki, görəsən öz göz rəngi ilə bəs bu makyaj necə olardı? Ona görə də linzanı çıxarıb belə də göstərmək istəyirəm. Amma açıq deyim ki, mən rəngli gözlə daha çox bəyəndim. Düşünürəm ki, bu makyaja nude dodaq kombosu daha uyğun oldu. İndi deyin görüm, məndən əqrəb vibe ala bildiniz? Hələlik.